Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Gedəcəyik. Buna inanın ki, gedəcəyik. Mən buna inanıram və bu inamla mən yaşayıram, bu inamla mən işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm. Biz onun davamçıları, onun vəsiyyətini yerinə yetirdik və bugün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.